Ağdərənin Həsənrız kəndinə növbəti qayıdış oldu. Bugün 25 ailə olmaqla 75 nəfər doğma yurduna köçdü. Çok şükür bugünkü güne çok sevinirik. Allah bu qara buludu böyündən sonra götürsün. Bu cavanlarımız, bu yeni yetmələrimiz, bu elimiz, obamız bir yere yığılsın, xoş güzəranla yaşasın. Allah hamıya gözəl gün, yaxşı yol, ruzu, bərəkət arzulayıram. Ağdərə rayonunu İmarət Qərvət kəndini tərk edəndə mənim 6 yaşım var idi. 1985-ci il mart ayı 8-i Qadınlar Bayramı günü dünyaya gəlmişəm. Gözəl bir təsadüf nəticəsində 40 yaşımı, yubileyimi qayıdırıq doğma elimizdə qeyd edirəm. Ailələrə evlərinin açarları təqdim olundu. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri və digər şəxslər iştirak etdilər. Sakinlər uzun illərdən sonra yurdlarında olmağın sevincini yaşayır. Çox sevincli, evimizin açarını götürdük. Böyük hisli, sözlə ifadə ediləcək hisslər deyil. Bunu ancaq yaşamaq olar, yaşayıb görmək olar. Mən də keçmiş bütün məcburi köçkünlərə belə gözəl evləri nəsib olmasını arzu edirəm. Bugünkü günə çox şükür, öz doğma, ana vətən torpağımıza bugün qayıtdıq. Evimizi verdilər, haçarını təqdim elədilər. Da bundan sevinçli gün nə ola bilər? Allah təala hamısını var eləsin, elimizi var. Çox gözəldir, çox yaxşıdır. Hazırda Həsənrız kəndində yenidən qurma və bərpa işləri gedir. Artıq kənddə 50 ailə məskunlaşıb. Qayıdış mərhələli şəkildə davam edir. Kənddəki fərdi yaşayış evlərində təmir işləri aparılır. Qısa zamanda Həsənrız kəndi elektrik enerjisi, içməli su və təbii qazla təmin edilib. Burada insanların yaxşı yaşaması üçün bütün zəruri infrastruktur qurulub.